Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhid baş leytenant Kazımov Kamran Qurbanəli oğlu 7 dekabr 1990-cı ildə dünyaya göz açıb. 5 oktyabr 2020-ci ildə torpaqlarımız uğrunda gedən 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olaraq şəhadətə qovuşub. Bugün 7 dekabr şəhidimizin mövlududur. Mən Tövbə Məmməd qızı böyük qürur hissi ilə şəhidimizin əziz xatirəsinə bu şeiri yazaraq ithaf edirəm. Şəhid bacısı olaraq bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qalx gör kimlər gəlib cənnət bağına. İlk güzarın aydan gəlib yanına. Ertuğrulun ata, qalx biz gəlmişik, deyə sarılıb məzarına. Kamranı görmədi nurlu üzünü, atasız kədər alıb gözəl gözünü. O da gəlib deyə ürək sözünü, mövludun mübarək, şəhidim Kamran. Vətən sevgisi ilə yaşayan aslan, mənfur düşmənlərə uddurdun min qan. Şəhadəti seçib oldun qəhrəman, mövludun mübarək, şəhidim Kamran. Doğma torpağına qanın tökülüb, o gündən bu günə belim bükülüb. Səndən ötürü yerdə, göydə üzülür, mövludun mübarək, şəhidim Kamran. Gözlərimə sonsuz həsrət salanım, canın verib Qarabağı alanım. Mən gəlmişəm, dur başına dolanım, mövludun mübarək, şəhidim Kamran. Xalq öz qəhrəmanın heç vaxt unutmaz. Şəhidsiz vətən, vətənsiz şəhid olmaz. Cənnət torpağına əkilən solmaz, mövludun mübarək, şəhidim Kamran. Cənnət torpağına əkilən solmaz, mövludun mübarək, şəhidim Kamran. Mövludun mübarək, şəhidim Kamran.